Salam. Bu video izahında ispata ait yeni bir sual gəlir. Yəni artıq gündə bir ispat videoları çəkəcəm və bu videoların da davamı bu formada gedəcək. Keçək ispata, görək burada nə soruşur. Adi onluq kəsrlərə aid ispat, dövri onluq kəsrlərin məxrəcində 9 olmasına səbəb. Hamımızın bildiyi bir məsələ var ki, məsələn 0 tam dövrdə 3-ün 9'da 3 olduğunu bilirik və yaxud da 0 tam dövrdə 21'in 99'da 21 olmasını bilirik. Amma bu niyə məxrəc 9? Niyə məxrəc 5 yox, 3 yox, 11 yox? 9 səbəb nədir? 9 olmağına səbəb nədir? Biz bu səbəbi araşdıraq bugün. Deməli, məsələn 0 tam dövrdə 3'ü 0 tam 3, 3 bu formada davam edir. Mən bu üçləri məsələn yazıram 0 tam 10'da 3 üstə gəl, 0 tam 100'də 3 üstə gəl, 0 tam 1000'də 3 üstə gəl və s. Bu formada davam edə bilər. Yəni alt-alta toplayanda sonsuza kimi formada bir kəsirlərin toplanması olur. İndi mən bu 10'da 3'ü yazıram 10'da 3 üstə gəl, 100'də 3 üstə gəl, 1000'də 3 nöqtələr bu qaydada davam edir. Mən 3'ü çıxardıram mörtəzə xaricinə. 3'ü çıxardıram mörtəzə xaricinə. Burada olur nəticə. 10'da 1, 100'də 1, 1000'də 1 və s. Bu qaydada davam edir. İndi burada bizim gördüyümüz, bax 10'da 1, 100'də 1, 1000'də 1 bizə nəyi xatırladır? Bax bu nəyi xatırladır? Sonsuz azalan həndəsli silsiləni xatırladır. Məxrəc ona vururuq azala gedir. Məsələn sonsuz azalan həndəsli silsilənin cəmi tutam ki 2'də 1 üstəgə 2'də 1'ə vursam 4'də 1, 2'də 1'ə vursam 8'də 1, 2'də 1'ə vursam 16'da 1 bu qaydada davam edir. Sonsuz azalan həndəsli silsilən. Sonsuz azalan həndəsli silsilə üçün cəm düsturu var idi. Deməli, Sm bərabərdir B1 bölünsün 1 minus Q. Bu düsturdan istifadə eləsək, burada Q silsilə vuruğudur. Yəni vurulan. Məsələn 10'da 1'i 10'da 1'ə vurmuşam 100'də 1. Bunu 10'da 1'ə vurmuşam 1000'də 1. Bu qaydada davam edir. 10'da 1'in yerini B1'in yerinə bilirik ki biz burada 10'da 1 qalır. 10'da 1. 1 minus Q'nun yerində də 10'da 1'dir. 10'da 1. 1'dən 10'da 1 çıxanda 10'da 9. Bu elədi 9'da 1. Və burada bir dənə 3 vurulsun var idi. Yəni elə ki 10'da 1 üstəgə 100'də 1 üstəgə 1000'də 1 bu qaydada davam etsə, bu cəmin, yəni bu ümumi bu hissənin göstərirəm. Bu hissənin cəmi bizə nəyi verir? Bax bu hissənin cəmi verir 9'da 1. Bunu da 3'ə vuranda ümumi bu cəm bizə verir 9'da 3'ü. Bax 0 tam dövrdə 3, 9'da 3 oldu. 0 tam dövrdə 21'i də araşdıra bilərik. Məsələn deyə bilərsiniz ki müəllim bu məxrəci tutalım ki bir dənə olan 10'da 3'ü bildik 9'da 3'dür. Və 2 dənə olsa necə olacaq? Məsələn 0 tam gəlin dövrdə 21'ə baxaq. 0 tam dövrdə 21, məsələn 21, 21, 21 bu qayda sonsuza kimi davam edir. Bu nədir? Dövrdə 21. 0 tam 10.000'də 21. Niyə müəllim 100'də 21 yox? Çünki 0 tam 21'in üstünə 0 tam 10.000'də 21 gəlsən bu 21'lər sıfırların yerinə gəlir. Sonra üstə gəl 0 tam 2 0 gəlir bu qaydada 21 və nöqtələr belə gedir. İndi 100'də 21 üstə gəl 10.000'də 21 üstə gəl 100.000'də deməli 100.000'də 2 4 21 deməli 21 bu qaydada. Bu qaydada davam edir. İndi mən 21'i mörtəzə xaricinə çıxartsam buradan, həmin bu cəmlə 21'i mörtəzə xaricinə çıxartsam, yenə 100'də 1 10.000'də 1 100.000'də 1 bu formada cəm davam edir.
İndi həmin mən bu cəm üçün, baba bu gördüyümüz bu cəm üçün sonsuz azalan həndəs hissə tətbiq edirəm. Bunun küsü nədir? 100'e vura gedir. Belə ki 100'ü 100'e vuranda 10.000 eləyir. %1'dir. Birinci vuruğu nədir? Bu da %1'dir. SN cəm düstü. Sonsuz azalan həndəs hissə üçün cəm düstü yenə B1 bölünsün 1 minus 2. B1'in yerinə %1 yazıram. 1 minus yenə %1 bərabərdir. %1. Birdən %1 çıxanda %99. Yüzlər ixtisar gedir, qalır 99'da 1. 10 dilim 1'e vuranda 99'da 21. Həqiqətən də 0 tam dövrdə 21'in açılışı 99'da 21 oldu. Bu da dövrü onluq kəsrlərə aid bir ispat videosu. Düşünürəm ki, bu videoda hardasa, nə vaxtsa köməyinizə çatacaq. Sağ olun, uğurlar olsun sizə.